Salam, hörmətli abituriyentlər. Quba xanlığı haqqında danışırıq. Gördüyünüz bu bölgədədir Quba xanlığı. İlk Quba xanı Hüseyn Əli xandır. Rusiya hakimiyyət orqanları hələ 1726-cı ildə Rusiyadan asılı olmaq şərti ilə Hüseyn Əli xanı Quba xanı elan etmişdi. Nadir Şahın ölümündən sonra isə Hüseyn Əli xan Quba xanlığını müstəqil idarə etməyə başlayır və Azərbaycan torpaqlarını öz xanlığının tərkibində birləşdirmək siyasəti yeridir. Səlyan ərazisi 1757-ci ildə Qubaya birləşdirilir. Təxminən bu bölgə. Qubalı Fətəli xan isə Qubanın belə deyək də master xanıdır, premium xan. Yəni Fətəli xanın dövründə çox geniş ərazilər Qubaya birləşdirilir. Gəlin görək Fətəli xan nə edir? Vergi islahatı həyata keçirir və saytda bu haqda var. Qanunsuz vergilərin toplanması qadağan olunur. Bəzi mükəlləfiyyətlər yalnız xan yasavullarının tələbi ilə həyata keçirilə bilərdi. Nizam-intizam yaradılır, vergi toplanmasında qanunsuzluqlara son qoyulur. Köçürmə siyasəti həyata keçirir. Həm öz ərazisinə əhali köçürür, məsələn Muğamdan Şahsevən tayfalarını, həm də öz ərazisindən başqa xanlıqların ərazisinə əhali köçürür. Yəni, ətraflı şəkildə vəsaitdə var. Öz ərazisinə əhali köçürməkdə məqsədi xanlığın müdafiə qabiliyyətini gücləndirməkdir. Yəni, döyüşkən tayfaları köçürüb. Öz ərazisindən başqa xanlığın ərazisinə əhalini köçürmək isə başqa xanlıqlarda özünə dəstəkçi qazanmaqdır. Məqsəd bu olub. Yəni, vergi və köçürmə islahatı var. Azərbaycanı birləşdirmə siyasəti yeridib. Dərbəndi müqavimətsiz şəkildə 1759-cu ildə Quba xanlığına birləşdirir. Nigah diplomatiyası ilə 1767-ci ildə Bakı xanlığını Qubaya birləşdirir. 1767-ci ildə yenə də bu dəfə Şamaxı xanlığını bölüşdürür. Şəki ilə öz arasında bir il sonra isə Şamaxını bütövlükdə götürür. Yəni Şəkinin əlindəki Şamaxı torpaqlarını da alır. 1768-ci ildə Cavad xanlığı birləşdirilir Qubaya və Qubalı Fətəli xanın bu siyasəti artıq bəzi qüvvələri narahat edir. Ki, qardaş, bu neynir? Birləşdirə gedir. Buna qarşı tədbir görmək lazımdır. Kim idi bu narahat olan şəxslər? Qarabağ xanlığı, Şəki xanlığı, Şamaxı xanlığı. Eləcə də Dağıstan hakimləri və Gürcü çarı 2-ci İrakli. Bunların birləşmiş qüvvələri ilə 1774-cü ildə Quba arasında Gavduşan döyüşü baş verir. Təsəvvür eləyin, Qarabağ, Şəki, Şamaxı, Dağıstan hakimləri, Gürcü çarlığı bir tək Qubaya qarşı. Təbii ki, realistik yanaşmaq lazımdır. Sizcə bu döyüşdə nə olacaqdır? Əlbəttə ki, Quba nə qədər güclü olsa da bu qədər rəqibə qarşı uğurlu olmaq çətin məsələdir. Ona görə Quba xanlığı məğlub olur. Fətəli xan Səlyana doğru çəkilir. Yalnız Rusiyanın köməyi ilə 1775-də Qubaya qayıdıb öz hakimiyyətinə bərpa eləyə bilir. Bundan sonra düşünür ki, mən Qarabağı sıradan çıxarmalıyam. Çünki bu ittifaqı quranlardan başında Qarabağ gedirdi Gürcülərlə. 1780-81-ci illərdə Qubalı Fətəli xan Qarabağa yürüş eləyir. Lakin bu uğursuz olur. Yəni, Şəkili Hacı Çələbi də vaxt ikən Qarabağa yürüş eləmişdi. 1748-ci ildə uğursuz olmuşdu. Həmçinin Quba xanı Fətəli xanın da Qarabağa yürüşü uğursuz olur. Sonra gedir Ərdəbil və Meşkin ərazilərini tutur. Ərdəbil və Meşkin ərazilərini tutur. Amma burada möhkəmlənə bilmir. Rusiya buna etiraz eləyir. Çünki görür axı Azərbaycan birləşir. Ona görə Qubalı Fətəli xan da Rusiyanın belə deyək müttəfiqi olduğu üçün istəmir ki, Rusiyanı özünə qarşı əsəbləşdirsin. Rusiyanın etirazı ilə geri qayıdır. Buna baxmayaraq 85-ci ildə Lənkəran, eyni zamanda Şəki xanlığı da Quba xanlığına birləşdirilir. Lakin 1789-cu ildə Qubalı Fətəli xanın ölümündən sonra ona birləşdirilən bütün xanlıqlar yenidən müstəqil olur. Əhməd xanın hakimiyyəti dövründə xanlıq zəifləyir və
Quba xanlığından asılı olan xanlıqlar yenidən müstəqil olur. Şeyx Əli xanın dövründə o Qacarlara tabe olaraq onlarla dostluq əlaqələri saxlayır 1797-də. Girgil çay döyüşündə Çar Rusiyasının qüvvələrinin məğlub edilməsini görürük 1810-cu ildə. Həmin vaxt Şeyx Əli xan deyildi. O artıq üsyan başçısı idi. Çünki 1806-cı ildə Ruslar Qubanı işğal edir və burada əyalət şurası yaradırlar. 1810-cu ildə isə Quba xanlığının müstəqilliyinə tamamilə son qoyurlar Ruslar. Belə dəyərli yoldaşlar, Quba xanlığı haqqında da qısa şəkildə video dərsi təqdim etməyə çalışdıq sizə. İndi isə vəsaitimizdən mövzunu ətraflı şəkildə öyrənək. Hər birinizə uğurlar. Hələlik.